Fəsil 26. Kapitan Oldrix Yanaçek telefon danışığını bitirib, alçaq daş hasarının üstündən aşağıdakı uçuruma baxdı. Qəribədir. O özünü olduqca gümrah hiss edirdi. Bunun səbəbi təhlükəli dərinliyin verdiyi adrenalin hissi idi, yoxsa səhər baş verən hadisələr? Fərq eləmirdi. Bu gün onun üçün yaxşı keçmişdi. Praqanın turistlərlə dolub daşması, onun hüquq mühafizə orqanlarında keçirdiyi illəri getdikcə daha da bezdirici etmişdi. Hamı təhlükəsiz bir şəhər istəyirdi. Yanaçek də bacardığını edirdi. Amma nədənsə daim danlanırdı. Ya nəticə az idi, ya da həddindən artıq sərt davranmaqda günahlandırılırdı. Birini seçin, deyə Yanaçek düşünürdü. Sərt qaydalar yoxsa xaos? Bir neçə il əvvəl Amerikalı universitet tələbələri ilə bağlı yaşadığı hadisədən sonra USSU-da rəhbər vəzifəyə gəlmək üçün illərlə çabalamalı olmuşdu. Uşaqlar Yanaçekə müqavimət göstərmiş, bundan hiddətlənən Yanaçek isə onlara dərs vermək məqsədi ilə hamısını həbsə atmışdı. Tərslikdən uşaqlardan biri ABŞ senatorunun oğlu idi və senator dərhal ABŞ səfirliyinə zəng vuraraq gənclərin azadlığa buraxılmasını tələb etmişdi. Yanaçekə qarşı isə həddindən artıq güc tətbiqi və emosional zərər iddiaları ilə məhkəmə işi açılmışdı. Bu zərbədən sonra Yanaçek bir peşəkar kimi bir daha özünə gələ bilmədi. Bugün Amerikalılara öz gücümü göstərəcəm. Dağıdıcı qrup tezliklə gələcəyini təsdiqləmişdi. Yanaçek hətta bir saat sonraya mətbuat konfransı da təyin etmişdi. Artıq özünü təsəvvür edirdi. Harvard professorunu və tanınmış Amerikalı qadın alimi kameralar qarşısında qaladan qandallı halda çıxarır. Bu iki Amerikalı bugün insanların həyatını riskə atdı, deyə o ciddi səs tonu ilə elan edəcəkdi. Həm də bir kitabın reklamı naminə. Etiraf etmək lazımdır. Yanaçekin ittihamları tam doğru deyildi. Amma yalanının üzə çıxmayacağına əmin idi. Qardaşı oğlu Pavel izləri itirməyə kömək etmişdi. Hüquq mühafizə sistemində bəzən qanunu tətbiq etmək üçün onu biraz təhrif etmək lazım gəlirdi. Xüsusən də ABŞ səfirliyinin bu ölkədəki iyrənc təsiri qarşısında. Yanaçek xəyalında qurduğu səhnənin təsiri ilə özündən keçmişdi ki, telefonu zəng salmağa başladı. Zəng edən şəxsin nömrəsini görəndə üzündə özündən əmin bir təbəssüm yarandı. Adını çək, qulağını bur. Yanaçek bu qadınla dəfələrlə toqquşmuşdu və hər dəfə də uduzmuşdu. Bugünsə uduzan o olmayacaqdı. Xanım səfir, deyə Yanaçek cavab verdi. Sizi eşitmək nə xoşdur? Səsindəki istehzanı gizlətməyə çalışmadı da. Kapitan Yanaçek, deyə səfir dedi. Siz xaç istehkamındasınız? Bəli, Yanaçek lovğalıqla cavab verdi. Dağıdıcı qrupu gözləyirəm və ən azı bir Amerikalının həbsini planlaşdırıram. Atdakı Harris mənim yanımdadır. Səfir ciddi səslə danışırdı. O əmindir ki, Catherine Solomonun və ya Robert Langtonun bomba yerləşdirməklə heç bir əlaqəsi yoxdur. Bəs onda Solomon niyə həbsə müqavimət göstərir? Kapitan Yanaçek, bunu yalnız bir dəfə deyəcəm. Sizin bilmədiyiniz incəliklər var. Sizin Amerika sayağı incəlikləriniz mənim vecimə deyil, xanım səfir. Yanaçek qışqırdı. Bildiyim odur ki, xaç istehkamında sizin heç bir yurisdiksiyanız yoxdur və məni içəri girməkdən heç nə saxlaya bilməz. Adost. Səfir Çex dilində qəfil reaksiya verdi və bu çıxış Yanaçeki diksindirdi. Onu susturduqdan sonra səfir pıçıltı ilə davam etdi. O cəmi 6 söz dedi. Nə artıq, nə əskik. Yanaçek bu 6 sözün ağırlığı ilə sarsıldı və həmin an hər şey dəyişdi.